Laboratoriya dərs zamanı müəllim içərisində m qram kalsium hidroksid olan məhlulu artıq miqdarda karbon qazı buraxdı. Sınaq şüşəsindəki prosesləri izləyən şagirdlər əvvəlcə məhlulun bulandığını, sonrası yenidən tam şəffaflaşdığını şahid oldular. Sonra müəllim sınaq şüşəsini tərəzinin üzərinə qoydu və sınaq şüşəsinin 44 qram artdığını müşahidə etdi. Götürmüş m qram kalsium hidroksid tam sərf olunub deyir. Bizə deyir ki, burada belə bir məsələ var. Bir məhlulu bulandırdığı var, bulanır, sonra isə şəffaflaşır. Sualda bizə hər iki reaksiyadan alınan duzun adlarını. Deməli, birinci reaksiya kalsium hidroksidin karbon qazı ilə reaksiyasıdır. Buradan alınır kalsium karbonat və H2O. Deməli, bulanmağı budur. Duzların adlarını, yəni kalsium CO3, bunun da adı kalsium karbonat. İkinci, həmin o kalsium karbonatın karbon qazı və su ilə reaksiyasından kalsium hidrokarbonat alınır. Yəni, ikinci prosesdə hidrokarbonatdır. Bunun da adı kalsium hidrokarbonat.